Aşır çıxardan qapısını çıxardıram. Elə olmadı ki. Mən çıxardım ki, aşırasan da orada. Beşi qalıb, oyna. Hücum qutarandan sonra cavab verəcəksən. Yox da elə şey, cavablandır. Axırıncı Elə pis çıxmasın, ən zəhləm gedən komandanı götürmüsən. Murad, bugün səndən FC25 oynayacağıq. Amma oyun oynayarkən həm də suallara cavab verməli olacaqsan. İlk sualla başlayırıq. Hansı komandanı seçirsən? Sənə uyğun götürəcəm, sən götür. Fərqi yoxdur. Elə olsun ki, zəif güclü olmasın. İkisi də güclü seçək. Heyətləri quraq, sonra suallara başlayacağıq. İnşallah. Ekran çəkirlər. Şurada qəşəng olar deyən oradan tez olar götürəriz. Şans yoxdur qardaş, şans yox. Murad, futbola gəlişin necə oldu? İlk olaraq uşaqlıqda necə yarandı sənin futbola həvəsin? İlk olaraq yəni hamı kimi məhəllədə məndə uşaqlarla, qonşularla səhər saat 10-da dururdum futbola. Axşam saat 8-də 9-da girdim evə. Neftçiyə gəlişin necə oldu? Ümumiyyətlə uşaq yaşlarından futbola başlamağın, ilk dəfə Neftçiyə gəlişin necə oldu? İlk dəfə deməli sualı bir qədər gecikdirdi elə bu cavabı. Ataka da təhlükə Ataka. Deməli ilk dəfə elə həyatda oynayanda qəfil papama dedim ki, mənə futbola aparsın. Elə oldu ki, bizim yolumuz uzaq idi. Biz Qaradağda yaşayırıq. Bizə yaxın yer Bayıldı. Neftçinin o vaxtki stadionu indiki Asko Arena Səbailin stadionu idi. Yaxın olduğu üçün elə ora başvuru elədik. İlk müəllimim Tural müəllim olub, bir də qapıçı Hüseyn müəllim. Köhnə Neftçinin qapıçılarından. Elə ilk məşqimdən məni elə səhərsi gün oyuna saldılar Zayevkaya. Elə başladı. Murad, o qədər uzaq yol gəldiyi dedin. Yəni buna səbəb yəqin ki, məhz Neftçidə başlamaq istəməyin olub. Bu hardan gəlir? Ümumiyyətlə səndəki Neftçi sevgisi. Az qal vurmuşdun. Neftçi sevgisi necə yaranıb? Ailədə bilirik ki, nənən Neftçi azarkeşidir. Ondan başqa ümumiyyətlə səndə də uşaqlıqdandır bu azarkeşlik. Əslində belə, yəni biz ailəlicə Neftçi fanatı olmuşuq. SSR-nin vaxtından, yəni evdə nənəm, babam Neftçi fanatı olub. Mənim atam da neçə ildir Neftçi işinlə məşğuldur, yəni dənizdə neft şirkətində işləyir. Elə ailəlicə fanatı olduğum komandaya getməyi məsləhət gördüm, elə elədim. Ay, almadı da. Təhlükəli zərbələr məndə çox daha. Tələsmə. Akademiyada son ilində həvəsedici komanda ilə çempionluq yaşadın. İstəyirdim elə keçən illə bağlı danışasan, hansı ki ondan sonra artıq bu il əsas komandaya dəvət aldın. Keçən il əslində yəni bizim liqa çox gərgin mübarizə gedirdi, mübarizə şəraitində keçirdi. Son oyunlara təsadüf elədi bizim çempionluğumuz Bayıl stadionundakı oyunumuzla. Yəni düzdür, hər oyun startda başlamasam da sonradan daxil olurdum, təhlükəli epizodlar yaradırdım. Ən azından komandaya üçün xeyrim dəyirdi. Sonradan daha sonra əsas komandaya çağırıldığımı eşitdim. Həqiqətən sevindim, çünki yetirməsi olduğum komandanın əsas heyətində şans tapmaq həqiqətən də sevindirici haldır. Çempionluq olmağı isə daha çox stimul, motivasiya verdi. Yəni titulum daha doğrusu yox idi. Neftçidə heç vaxt çempionluq hissi yaşamamışdım. Yəni akademiyada olmayıb. Akademiyada heç vaxt çempion olmamışam. Hər il final oyunu oynamışam, amma heç vaxt qismət olmayıb. Mənim ilk çempionluğum idi. İnşallah əsas komandada da. A komandada da olacaq. Bu ildən A komandada mütəmadi olaraq əvvəlindən məşq edirdin və 9-cu turda da debüt elədin Kəpəzli oyunda. Həmin oyunda da assistlə yadda qaldın. Bu mövsümlə bağlı istərdim sənin hisslərini öyrənək. Uşaqlıqdan akademiyasında böyüdüyün komandanın əsas heyətində oynamaq necə hissdir? Həqiqətən də yəni bunu sözlə ifadə eləmək olmur. Çox sevindirici haldır. Bu hissi yaşamaq üçün gərək yəni əziyyət çəkəsən, əziyyətin bəhrəsini görəndə isə adam həqiqətən də sevinir. Start, yəni dediyiniz kimi debut oyunu gözlədiyimdən biraz gec oldu. Yox idi, heç nə oldu. Hakim damısan, ha? Məsələ bil oyunun şeyi azdır. Nəyi? Bəhanə deyil ha, prosta ki. Ona bax 10 saata qaçır. 6-0 demirsən ha. Au! Bu il keçirdiyin oyunlarla bağlı istəyirdim danışasan. Xüsusən Şamaxı ilə oyunun əvvəlində 1 qol, 1 assistlə yadda qaldın.
hansı ki çox baxımlı qol almışdı. Həmin qoldan vura bilərsən burada? Yox. Biraz çətindir də indi. Yoxla da ən azından. Bax yaxşı hücumdur. Həmin mövqedir. Aşır çıxardıram qapısını, çıxardıram. Elə olmadı ki. Mən çıxardım ki, aşırasan da orada. 5-i qalıb. Oyna. Mən istədim öz qolumu təkrarlayasan. O elə epizod deyil axı, elə situasiya deyil. O Çıxartdım da qapısını. topun gəlişi ilə bir deyil axı. Suallar yaddan çıxdı. Oyuna başlayaq. Niyə 47 nömrə? 47 nömrə deyəndə dünya futbolunda ilk ağla Phil Foden gəlir. Aha. Yəni ona görə Yo, seçmisən bu nömrənin yoxsa onunla heç bir Bu nə daha? özün də gözləmirdin abi Oyna, qoluma. oyna. Hə. Bu nömrəni götürməyimin yəni onunla heç bir aidiyyatı yoxdur. Yəni fikrimə də gəlmirdi ki, Foden 47 nömrədir. Yəni həqiqətən heç onunla bağlılığı yoxdur nömrənin. Başımı qatırsan. Məqsəd odur da. Yəni mənim futbola gələndə ilk geyindiyim nömrə 4 nömrə olub. Mən müdafiəçi kimi başlamışam futbola. Qeyd elədim, yəni ilk futbola gələndə Bayıl stadionunda. Həmin ərəfəni mən 4 nömrə ilə başlamışam, sol müdafiəçi kimi. Daha sonra isə Ruslan Kaftulin gəldi, bizim hal-hazırda Sabahda köməkçi məşqçidir. Ruslan Kaftulin gələndən sonra 7 nömrəli formanı verdi mənə, plus məni yarım müdafiəçi oynatdı, çünki qol duyumum yaxşı idi, həddindən artıq yaxşı idi. Hətta həmin ili müdafiəçi olaraq bombardir seçilmişdim mən. Belə şey yoxdur ya, hələ belə şey olmuyor. Qabağında qalmış da top. Hə. Aha, sonra nə oldu? Sonradan, yəni artıq neçə il belə oynadım, 19 liqası, uşaq liqalarından U10, U11, U12 oynaya gəldim. Artıq Neftçi 2-yə gəlib çatanda forma götürməyə, mən də istədim ki, hər iki nömrəni birləşdirim, 4 nömrə ilə 7 nömrə. Deməli 47-nin hekayəsi elədir, 4 ilə 7-ni birləşdirmişsən akademiyadan sonra. Oyun necə gedir? Belə də hələ ki gedir. Yavaş-yavaş. Qapıçını çox sev edir ha. Şans yox. Heç nə yox idi bax orada. Necə yox idi, saxlamısan da tutub. Ey qardaş. Murad, bugün Azərbaycan milli komandasının heyəti açıqlandı. Neftçidən də 3 futbolçu çağırılıb. Onlardan ikisi də Neftçi Futbol Akademiyasının yetirmələridir. Komanda yoldaşların Rıza, Ağadadaş. Ağadadaş ilk dəfədir çağırılır milliyə. Yəqin ki, sənin də arzundur bu. Yaxın müddətdə sənin də adını görə bilərik milli komandaya dəvət alan futbolçular arasında. İnşallah. Hər bir kəsin məqsədi öz milli komandasının şərəfini qorumaqdır, əsas milli komandanın. İnşallah gələcəkdə qismət olar. Neftçi ilə bağlı gələcək hədəflərin nələrdir? Öz uşaqlarımı da təbrik edirəm. Yəni A milliyə həqiqətən də çox sevindirici haldır ki, Qoldan sonra cavab verdin, nasıl haldır? Hücumu gözlədin. Hücumu gözlədin, qoldan sonra cavab verdin. Təbrik edirəm həm Rızanı, həm Elvini, həm də Dadaşı. Dadaşı xüsusilə ilk dəfə dəvət aldığına görə təbrik eləmək istəyirəm ürəkdən. Yəni hər bir kəsin arzusu odur ki, gənc yaşından, yəni gənc dövrünü əsas milli komandaya dəvət alsın. Murad, oyunlarda ən çox seçdiyin komandansı da indi Arsenalla oynayırsan. Ümumiyyətlə sənin komandan Arsenaldır yoxsa bugün özəl seçmisən? Yox, həmişə mən həmdən baxırıq. Hücum qutarandan sonra cavab verəcəksən, yox da elə şey, cavablandır. Ya elə adətən Arsenalı götürürəm, amma arada olur Real Madridlə oynayıram elə. İndi niyə seçmədin Realı? Güclü olmasın? Hə, dedim. Madrid derbisi gedərdi. Yox. London Madrid gelir də qəşəng. Səndən çıxmadı? Yox. Ola. Alnar kontratak. Şans yoxdur, görsən. Yox, var. Hələ bitməyir. Sən mənim axırıncı alınmadı. Ən zəhləm gedən komandanı götürmüsən. Ona görə hesab konkret hesab eləmir də bu komanda. Özünə kumir saya biləcəyin futbolçu var? Kumir deyəndə, yəni mən əslində Muhammed Salahın oyun stilini bəyənirəm. Yəni Liverpoola baxıram hər oyununa, ona görə.
Yəni stili biraz mənim stilim bənzəyir biraz onun oyun stilinə, ona görə. Bilsən PSG-ni seçərdim. Bir dənə qaldı. Bilsən PSG-ni seçərdim. Hələ birinci hissədir. Birinci sədə 5-1. Dönməz buradan. O mümküniyyəti yoxdur, heç. Offside. Yox idi. Offside. Yox idi. Tərtəmiz idi, orada qalmışdı oyuncu. Bu bilsən nədir? Bu atakadır. Pul işləmir. Gedək. Zaten deyirəm oyna. Qollara sevinmirsən ha. Öyrəşmişəm axı. Mən neçə dənə vurmuşam? 6 dənə. Demişdim 6 dənə vuracam. Komandalaşlarla ən çox kimlə oynayırsan? Ən çox oynayıram Qədir müəllimlə. Aha. Necə idi? Yaxşı. Oyunçulardan yəni kimlə oynayıram? Mən bilmirəm. Oyunçulardan heç kimlə oynamırsan? Yox, ən çox elə Qədir müəllimlə. O daha çox udursan? Ayıbdır indi burada. Bacaran yoxdur, hələ ki yoxdur. Qolların hamısını eyni cür vurdu. Bu bir şey nədir? Nə? Dua eləyəsən, Oblakda qapıda. Oblakın yanına. Sörloq çox ləngidir. Ay ya. Offside var. Var. Qol ola. Yox. Çıxardandan sonra deməli. Yaxşı, öz oyun üslubu ən çox kimə bənzədirsən? Salahı bildirdin, ondan başqa kimin oyun üslubunu özünə daha yaxın hiss edirsən? Belə elə adətən hamının dediyi kimi mənə Fodenə bənzədirlər. Az da olsa oxşarlıq var, yəni Fodenlə. Həm də o da sol ayaqdır, mən də sol ayağam. Oxşar cəhətimiz odur. Onun da boyu o qədər yüksək deyil. Onun mümküniyyəti yoxdur. Çox yaxşı bağladın, amma burada boş bırax. 2 dənə bəsdir. Ay. O müdaxiləni bizdə komandada kim eləyərdi? Top aldın ha. Yuri Matias eləyərdim məncə. Yuri Matias da var elə. Vurum. Bax da. Vurmuram. Vura bilsən vur. Vurmuram. Ayıbdır. 6 dənə deməmişəm. Vurmuşam 6 dənə. Bəsdir. Yaxşı, bunu biz də kim eləyərdi? Bunu bizdə, yəni... Özü demək istəyirsən, hə? Ay. Qol olsa deyəcəkdim. Qol olsa deyəcəkdim mən. Eləyirəm, axırını gətirə bilmirəm. O da olacaq. İnşallah. Bitiricilik biraz problemdir. İnşallah işləyirəm üstündə. Vərəqə deyil bu. Yox, heç nə. Orada yəni normal oyun epizodudur. Səhv elədin, gördün? Bəxtin də pisdir ola. Əks hücum. Kontratakaya bax. Sənin ikinci qolun bunun eynisi idi. Hansı qol? İkinci qol vurdu, dirəyə dəydi, girdi qapıya. Hə. Burada prosta dirəyə dəydi, girmədi də. Oyda. Sənin də pis bəxtin gətirmir ha. Ucu Azər Salahlı partlat idi. Azər baxır da. Ha, baxır. Azər sənin patqatından girdim Azər. Qardaşana. Mümküniyyəti yoxdur. Qapçı ilə gedirəm bax. Bu da Rıza. Aha, ona bax. Aha, get. Bu qol olsa verilişi patlatsıq get. O qədər də yox da. Əks hücum, amma mümkündür. Of! Biz niyə əvəz etmə eləmədik? Ejuktar o ya. Oyuncular dayanmadı. Ağırlığı. Onu çıxartmalıydın bax time'da. Ha, yadımdan çıxdı. Ya söhbətə sənin başını qatacaqdım. Özümün başı qarışdı. Oynamırsan? Heç olmasa birim. Təbriklər. Sağ ol. Təbriklər Murad. Bunun revanşını alarıq. İnşallah qismət olsa oynayarıq yenə.